Milyondan bir izləyicilərimi salamlayıram. Yaponla birisi ki, bizim artıq bu ikinci duetimizdir və Yaponun dəstə xəttini, onun yanaşmasını çox sevirəm. Mənə toxunur, mənə toxuna bilir. Bu mahnıda isə əlbəttə ki, biz hər ikimiz eşq acısı çəkən və heç cürə də bir araya gələ bilməyən, amma bir-birinə gülə-güzar eləsələr də böyük məhəbbətlə bir-birini sevən iki nəfərin ruh halıdır, iki nəfərin hekayəsidir. Məncə gözəl olacaq. Əlbəttə, mənim çox yaxşı dostlarım, peşəkar dostlarım var. İndiyə kimi peşəkarlarla çalışmışam. Bu günləri isə bir obrazdayam. Çünki bu günləri çox ki münasibətini aydınlaşdıran iki nəfər, ki sevgi acısı yaşayan kəslərdən söhbət gedir və klip boyu biz yalnız bir məkanda və bir geyimdə olacaq. Bir mahnı istəyir, bilirsiniz ki, kökündə musiqini birləşdirən sözlər var. Musiqini daha doğrusu qüvvətləndirən sözlər var və rapdəki sözlər, əlbəttə insanın, əgər mən sənətçi olaraq mənim ruh halımı ifadə edə bilirsə, ruhuma toxuna bilirsə, niyə də yox? Niyə də yox? Olsun bir və istifadə. Düşünürəm, hər bir insan xəyalında bir qurduğu mənzərə olur və onu kimsə yıxır və bu sətirlərlə kiməsə həyan olmuş oluram. Məncə elə həmin o dediyim, mənim ruhuma toxunmayan mahnı mən oxumuram. Mənim üçün mütləq mənim ruhuma toxunan hansısa bir söz, nəsə olur da, ola bilməz ki, elə belədən olsun. Burada əlbəttə ki, Yaponun ruh halı, yəni o yazan insanın ruh halı mənə sirayət eləməlidir ki, mən ona dönüm baxım. Vardı mənim namı dəyər, içmişəm xatirəni, görürəm xatirə. Məncə illər əvvəl əks etdirir. Bu yeni yazılmış sətirlər deyil, sadəcə yeni son aylarda yazılmış sətirlərin remaster versiyasıdır və yeni nəsil musiqi ilə uzlaşdırılmış versiyasıdır. Çünki düşündüm ki, Lalə xanım bu sətirlərdə tam yaşayaraq onu ifa eləyəcək. Ona görə Lalə xanım böyük sənətkardır, bizim əməkdar artistimizdir. Hansı ki, o prosta sadəcə studiyada səs yazma prosesində o hansısa bir musiqini oxuyur. Mən çox təsirlənirəm. Buna bizim ətrafımızda olan musiqiçilər şahiddir, həqiqətən.